25-26-cı fəslində çox uğurlu bir fəslimiz oldu. Bizim iki tələbəmiz Fərəh Mehdiyeva və Sərxan Altməmmədov tibbi bir layihəyə çalışıblar. Bu həm tibbin, həm robototexnikanın, həm süni intellektin birlikdə gələcək insanlara verəcəyi dəyər, gələcək dünyamıza verəcəyi bir dəyər haqqındadır. Sadəcə biz bildirmək istəyirik ki, bugünün elmi olan və gələcəyin elmi olan süni intellekt olsun, robototexnika və bu tip yarışlara bizim hər ixtisasdan gənclərimiz qoşulurlar. Bir müddət əvvəl mən özüm gips taxmalı oldum. Bu təcrübə mənə göstərdi ki, gips daşımaq çox çətindir və həkim dediklərinə əməl etmək asan deyil. Dostum Serkan da bənzər bir hadisə yaşamışdı. Biz qərara gəldik ki, gipsi daha ağıllı edək. Biz sensorlu gips hazırladıq. O, təzyiqi, temperatura və qanda oksigen səviyyəsini izləyir. Amma izləmək kifayət deyil. Ona görə biz bunu oyuna çevirdik. Biz iki tətbiq hazırladıq. Uşaq üçün olan versiya planşetdə oyun formasındadır. Valideyn üçün olan versiya isə kompüterdədir. Hətta uşaqdan uşaqda olsa belə, bütün göstəricidə real vaxtda görə bilər. İnanıram ki, çox ailəyə kömək edəcək. Robototexnika komandamıza, mentorlara və Tarana xanıma təşəkkür edirəm. Biz bir komandayıq. Onlar olmasaydı, bu layihə də olmazdı.